Salam hamıya. Bax, hamınız arzulayırdınız, Bilgəhdə şəxsi tikili evim olsun. Bu günləri tapdım, sizə çıxartdım. Bax, bu evimiz şəxsi özü üçün tikilmə evdir. 8 sotun içindədir. Gəl bir dənə zəhmət olmasa, buradan ümumi panoramasını götür evimizin. Ev tam əşyalı satılır. Əqqabı çıxar, gir evin içində. Ev də təmirlidir. Bir köpükdə pul qoyun. Buna bax, görə qəşəng evdir. Hava da ki burada qardaş, özü bağlardadır ya, dalandadır. Dalanın belə deyək, 100 metr məsafəsində, çox içəridə deyil. Deməli belə. Gəl bir dənə xahiş edirəm keçək. İndi baseyn yoxdur, baseyn də bu. Bax, həyət üçün nəzərdə tutulmuş sanuzil oradadır. Gəl. Otaqlar da böyüdür, 170 kvadrat. Dalana, yəni ki, girişə 50, 100, 70-80 metr məsafədə. Manqalımız da var. Baseynimiz də var, hovuzumuz. Yay mətbəximiz də var. Bax, evimizin arxası. Qiymət 570 mindən çıxartdıq satışa. Real alıcıya təbii ki, endirim olacaq. Tam mülkiyyət, torpaq da evdə. Baseynimiz. Demək olar ki, 4-ün 8-ə. Baseyni əla. Sonra manqalımız bax burada yerləşir, qardaş. Gəl bura. Bura mətbəximiz. Burada dincəlmə otağı, söhbətgah deyirlər bura əslində. Amma Azərbaycanda söhbətgah sözü yoxdur. Açığı sizə deyil. Onu kimsə özündən uydurur. Söhbətgah. Yoxdur elə bir şey. Gəl. 4 otaqlıdır. 3 yataq otağımız. Yəni alırsınız, qalır. Mülk dənizə yaxın. Hava təmiz, Bilgə. Belə bir kabançıq daşlı üzlənləyib qapı hissəsi. Həyətimizin işıqlandırması, siqnalizasiyası da var. Müşahidə video kameraları da var. Ərazi də ki, tam yaşayış, elit bir küçədə yerləşir. Evimizin sol tərəf böyründə kladovkası mövcud. Həyətdən bax yaşıllığı da var. Özü gün çıxana tikilib evimiz. Evimiz gün çıxana tikilibdir. Getdik ki, otaqlarla tanış olaq. Evimiz kürsülüdür. Kim alsa Allah xeyir versin. Buyur. Giriş hissəsi, girişdə belə bir dolab, ağ rəngdə, paltarlarınızı yığmaq. Evimiz hamısı istipoldan mövcuddur. Bir də ki, təmiri yaxşı təmirdir, yəni keyfiyyətdir. 3.40 tavanımızın hündürlüyüdür. Gəl bura. Yəni, videoda da görürsünüz də, yəni ucuzlu remont deyil. Mətbəx mebeli gördüyünüz demək olar ki, hamısı qalacaq. Xalacinlik, bahalı xalacinlik, hər şey var. Yəni, bir-bir sadalamayacağım. Koridor hissəsi. Bura evimizin qonaq otağıdır. Bax, elə bu uqlavoylar var, bu uqlavoy divandır, bir də korespon elə nə qədər pul verir. Yəni, keyfiyyətisindəndir də, bax. Daha tərifləməyəcəm, təriflədim. Siqnalizasiya, domofon. İndi bir dənə bura baxaq. Göz qabağındadır. Bura çamaşırxanadır, bax. Gəl bura. Bax, kombilər. Eycə. Görürsünüz nə qəşəng, səliqəli. Müşahidə kameralar, bax, video kameralar. Hamısı görsənir. Monitor. İndi də baxaq yataq otağına. Bura uşaq yataq otağıdır. Sən canım bir dənə fikir ver bura. Onun dərinliyinə bax. Buna bax. Bir dənə çək görsənir. Kladovka. Bu otağın özünün sanuzili var. Zəhmət olmasa. Hörmətli izləyicilər, evimizin sənədləri qaydasında Bilgəhdə dalanlarda, dalana yaxın bir məsafədə baxdıq bura. İndi baxaq kladovkaya, bir dənə kladovkaya fikir ver, gönlünə dərindir. O da kladovka olaraq fikir verirsiniz. Bura valideyn yataq otağıdır. Tam təmirli, qəşəng, səliqəli. Buyurun. Sonra bura ümumi sanuzildir. Buyur, çək görsət. Burada digər yataq otağıdır.
Tavan döndürüyü çəkmirsən daha. 3.40. Bir sözlə, yaxşı evdir. Maraqlı olsa zəng edin 070 858 31 44 nömrəsi ilə içəri şəhərimizi çəkirsiniz. Kim alsa Allah xeyir versin. Evdə də demək olar baxıram avadanlıqlar və s. və ilaxır elə bax. Hamısına baxıram bu mebel, hamısı yaxşı vəziyyətdədir ha. Demək olar ki, heç paşlı istifadə olunmuyor. Çox kulturlu, qəşəng səliqə ilə istifadə olunubdur. Yəni evə baxanda bilinir. Sağ olun.